Sevgi məsələsində ən vacib amil nədir? O hansı xüsusiyyətdir ki, sevgini qalıcı edir və boşanma ehtimalını yoxa çıxarır? Bu suala cavabım təvəzzökarlıqdır. Təvəzzökarlıq nədir? Təvəzzökarlıq elə bir şeydir ki, təvəzzökar olmadan onu dərk etmək mümkün deyil. Bəzən insana bir his gəlir. O hər şeyi qeyd şərtsiz, təmənnasız sevir, gözləmir ki, kimsə ona nəsə versin. Başqalarından gözləntisi olmayan insan təvəzzökar insandır. Ailə məsələsində, münasibətlərdə də bir kişi və ya bir qadın əgər təvəzzökardırsa, o çox da düşünmür ki, qarşı tərəf mənə nə verəcək. O daha çox düşünür ki, mən ona nə verəcəm. Qarşı tərəfi özünə xidmət etməli olan varlıq kimi görmür. Əksinə, özünü ona xidmət etməli olan varlıq kimi görür. Təsəvvür edək ki, iki egoist insan evlənirlər. Hər ikisi də qarşı tərəfi özünə xidmətçi kimi görür. Bax, bu ailə xoşbəxt ola bilərmi? Aralarında hansısa inciklik və ya anlaşılmazlıq olanda hər ikisi də gözləyir ki, birinci addımı qarşı tərəf atsın. Və heç biri atmadığına görə inciklik aradan qalxmır və labüd olaraq da getdikcə üstünə başqa incikliklər gəlir və qartopu kimi böyüyür. Bəli, boşanmaların 99%-nin səbəbi incikliklər silsiləsidir, anlaşılmazlıqlar zənciridir. Yoxsa fitri olaraq bir-birinə zaten meyilli olan iki qarşı cins nədən yola getməsin ki?